İşğaldan azad edilən ərazilərə böyük qayıdış davam edir. Bugün Xocalı rayonunun Badara və Seyidbəyli kəndləri növbəti sakinlərini qarşılayıb. Bu mərhələdə Badaraya 15 ailə 66 nəfər, Seyidbəyliyə isə 10 ailə 34 nəfər qayıdıb. Bugün daha 25 ailə Xocalıya qayıdıb. Yenidən qurulan Badara və Seyidbəyli kəndlərinin sakinləri Ağdamdan yola düşüblər. Bugün ən gözəl istərdik keçirik. Bu bizə ən yaxşı yaraşan günlərdir ki, biz bu günü gördük. Bu torpaqlarımız alındı, gəldi. Bundan yaxşı nə gün ola bilər? Şəhidlərə Allah rəhmət eləsin, qazilərinə də şəfa versin. Çox sevinirik, çox sevinirik. Bizim vətənimiz də sevinirik, biz də sevinirik. Çox mübarək olsun, hər birimizə xeyirli uğurlu olsun, düşərli olsun. Və bu günlərimdə hər bir Azərbaycan gəncinin və bizi kimi ziyalıların əsas məqsədi həmin torpaqların dirçəldilməsi, yenidən həmin ərazilərdə yeni nəfəs, yəni insan nəfəsinin gətirilməsi, sosial infrastrukturun inkişafı və s. kimi belə deyək ki, tədbirlərlə bağlı olmalıdır və bundan sonra mənim əsas məqsədim də sırf Qarabağ torpaqları, Qarabağ torpaqlarında elmi tədqiqat, həmin torpaqların inkişafı ilə bağlı olacaqdır və inanıram ki, bununla bağlı biz üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirəcəyik. Uzun illərdən sonra yurdlarına qayıdan keçmiş məcburi köçkünlər böyük sevinç içindədirlər. Arzuladıkları günü görə bildiklərindən xoşbəxtdirlər. Yenidən qurulan kəndlərində onlara evlərin açarları təqdim edilib. Qeyd edək ki, bugün qayıdanlarla birlikdə Xocalı rayonunda məskunlaşan ailələrin sayı 906-ya, yəni 3700 nəfərə çatıb. Elnur Tofiq, Elmin İsfəndiyarov, Ayşən Cümşudova, ASTV Xəbər.